Mingəçevir şəhərində tələbə yataqxanalarının olmaması həm tələbələr, həm də təhsil müəssisələri üçün çətinliklər yaradır. Tələbələr deyirlər ki, kirayə evlərdə qalmaq onlara maddi cəhətdən sərf etmir. Bu hal həm də vaxt itkisinə səbəb olur. Yataqxana olsa yaxşı olar, həm gəlmə uzaqdır. Məsələn, səhər saat 7-də çıxırıq ki, biz evdən bura gələk. Tələbələrlə bir yerdə qalmaq bir xeyirdir. Sonra yaxın olur, tez gəlib gedirsən, vaxt sərf eləmirsən çox da. Əsas xeyri odur ki, yəni yaxın olur da məktəbə, öz yataqxanasında qalır. 2296 tələbənin təhsil aldığı Mingəçevir Turizm Kollecinin müəllimi Aydın Rəhimov da tələbələrlə həmfikirdir. Buna baxmayaraq, Mingəçevirdə fəaliyyət göstərən digər ali və orta ixtisas məktəbləri kimi Turizm Kollecinin də tələbələrini yataqxana ilə təmin edə bilmədiyini deyir. Yataqxana olması nəinki o problemlər, bir çox problemlər, dərsə geçmənin qabağı alınır. Tələbə heç bir problemi, əsasən tələbənin əsas onun ev şəraitində, dərslərini oxuması üçün onun ev şəraitinin yaxşılaşdırılmasıdır ki, bu tələbə yataqxanasının olması mühüm əhəmiyyət kəsb edir. Mən arzu edərdim ki, yəni gələcəkdə də bizim yataqxanamız olsun və tələbələrin bu əsas qlobal problemlərin həllini tapmış olsun. Onu da qeyd edək ki, Mingəçevir şəhərində tələbələrin kirayə ev tapması da asan iş deyil. Xüsusilə oğlanlar bu işdə problemli üzləşir. Heç kim istəmir ki, məsələn, mübahisə yaransın öz kirayəşindən kirayə verən arasında. Və buna görə də heç kim istəmir ki, yəni tələbə olanlara versinlər və yaxud da orada evə yaxşı baxmırlar, təmizlik işləri görülmür evdə. Xatırladaq ki, Mingəçevirdə Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleci fəaliyyət göstərir. Bunlardan yalnız Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının və Mingəçevir Tibb Kollecinin tələbə yataqxanası var. Lakin həmin yataqxanalarda da məcburi köçkünlər məskunlaşıblar. Elnar İbrahimova, Ramin Ələsgərov, Vüqar Hacıyev, Mingəçevir.